biri TikTok'da var imiş, biri keşfetdə yox imiş. Kaftar uvu bir kişi arvad dırdırından qaçmaq üçün səhər tezdən qarmağını götürərək 2 barmaq qabağa gölünə balıq tutmağa gedir. Ancaq kişi o qədər fərasətsiz olur ki, onun qarmağını ilişən yeganə şey toy kalonkası lentası olur. Çox da ağır bir iş görərmiş kimi qayıqda yuxulayan qoca bir neçə saatdan sonra görür ki, qarmağını nəsə tartışdırır. Kaftar başda elə bilir ki, borciyələri onu tapıb. Sonra isə görür ki, bu bir balıqdır. Balıq avtomatik dil açıb deyir: Niye yine kuzu kişi? Bir tane bu göldə muskullu bir cavan oğlan tapmadım da mən. Üf, neyse bu nədir belə baş getmiş, iş bitmiş. Dayı, qışqırıq, mən bəlkə buraxasan mən aşağıya düşüb kirayələrimi yığım. Ay balıq, elə bircə dənə bu gün mən sənə tutmuşam. Aparmasan evə arvad məni ortadan ikiyə qatlayacaq. Özünə kirayəsi. Bu yaşıva gəlmisən, bir pensiyan var da sənin. Get mağazadan al gedə. Kasıb nədir, organik qidalandı nədir? Özdən nə kirayəsi olacaq? Aşağıda Atlantik Plazada 7 dənə binan var. Qudurasan qurbağa. Qurbağa çoxdan qudurub. O kirayəsini neçə ayda ödəmir. İndi gedib onun Wi-Fi-ni bağlayacağam qarmağa görsün o gününü. Heç də mən onda səni buraxım. Gedim evdə barmaq soğanı heç olmazlar. Ya şapşik. Bax belə dedim də qəsəməm ağrıda. Bax mən 53 ayar bombastik golden balığam. Ləqəbim də Lambart gülüdür. Bax sən 3 dənə arzunu reallaşdıra bilərəm də. İstəsən gələrsən gölün qırağına 3 dəfə Lambart gülü deyərsən, mən çıxarıb sənin arzularını reallaşdıraram. Onda mən səni buraxım. Arvada deyərəm ki, balıq tutmadım. İndi dilək diləmirsən? Mənim xəyallarımdan keçib insan bəzi şeylərlə razılaşıb. Bomba deyə bomba. Heç olmasa qoyaydın, sözü tutaraydın lan. Tam üzvündə. Oh, əmican, haydi, das vidaniya. Bir dəfə olsun bu dünyada məni normal canlı tapmadı. Arvadım ayrı, tapdığım balıq ayrı. Kişi daxmasına getməyə hazırlaşır. Ancaq qarşıda başına gələcək hoqqalardan o hələ xəbərsizdir.